Sumqayıt Ceyranbatan saray sakinləri üçün vacib xəbər. Gördüyünüz bu marşrutlar artıq yeni xətt üzrə hərəkət edir. Təbii ki, verilən bu qərar məqsədə uyğundur və sakinlərin rahatlığını təmin edir. Sumqayıt şəhəri və onun ətraf qəsəbələrinin ictimai nəqliyyat infrastrukturunda mühüm dəyişiklik baş verib. Sakinlərin uzun müddətdir gözlədiyi yenilik artıq reallaşıb. 9A saylı marşrut xətti yeni istiqamət üzrə fəaliyyətə başlayıb. Bu barədə Sumqayıt Nəqliyyat 1MMC-dən məlumat verilib. Marşrut xəttinin dəyişdirilməsi əsasən Ceyranbatan və Saray qəsəbə sakinlərinin rahat və operativ şəkildə şəhərə, həmçinin Sumqayıtın digər mərkəzi məntəqələrinə çıxışını təmin etmək məqsəd daşıyır. Yeni qərar həm gündəlik iş-güc, həm də təhsil və digər sosial fəaliyyətlər üçün də daha əlverişli şərait yaradır. 9A marşrutun yenilənmiş xətt üzrə hərəkət etməsi ilə yanaşı, sərnişinlər artıq daha müasir və rahat avtobuslardan istifadə edə bilirlər. Xəttə buraxılan yeni nəqliyyat vasitələri geniş salonu, yumşaq oturacaqları, güclü havalandırma sistemi və təhlükəsizlik standartlarına cavab verən texniki göstəriciləri ilə fərqlənir. Bu həm isti yay günlərində, həm də soyuq qış mövsümündə sərnişinlərin rahatlığını təmin edəcək. Yenilənmiş marşrut xətti və komfortlu avtobuslar artıq ilk günlərdən sərnişinlərin böyük rəğbətini qazanıb. Yaxşıdır, razıyıq. Belə olsa yaxşıdır. Yaxşıdır, razıyıq. Rahatlığı necədir mi? Yaxşıdır, rahatdır. Növbədə çıxırıq, minib gelirik, rahat gedirik. Yəni rahatlığınız təmin olunub. Təmin olur, əlbəttə. Çox rahatdır, şükür avtobus təzədir. İndiyə kimi gec-gec gəlirdi, indi düzəlib. İnsanlara çox yaxşı xidmət eləyir cəmaata. Bəli, tabi Sumqayıt Ceyranbatan marşrutudur. Şükür yaxşıdır indi. Saraydan işləyir, cəmaat rahat gedib gəlirlər, əziyyətə düşmürlər. Digər marşrutlara ehtiyac qalmır. Həm də bu marşrutda bəli, genişləndirdi. Səlqəli, səhmanlı, təmiz. Sumqayıt, Ceyranbatan və Saray sakinləri bildirirlər ki, yeni xətt vaxt itkisinin qarşısını alır, dayanacaqlara çıxışını asanlaşdırır və ümumilikdə nəqliyyatın keyfiyyətini yüksəldir. Bu addım Sumqayıt şəhər rəhbərliyi tərəfindən sakinlərin çoxsaylı müraciətini nəzərə alaraq atılıb. Bildirilir ki, məqsəd yalnız marşrut xəttinin dəyişdirilməsi deyil, eyni zamanda sərnişinlərə göstərilən xidmət keyfiyyətini müasir tələblərə uyğunlaşdırmaqdır. Yaxın gələcəkdə digər marşrut xəttlərində də yenilənmə və texniki təkmilləşdirmə işinin aparılması planlaşdırılır. Bu addım Sumqayıt şəhərinin, eləcə də ətraf qəsəbələrin ictimai nəqliyyat sistemində daha təhlükəsiz, sürətli və rahat xidmətinin yaradılmasına mühüm töhfə kimi qiymətləndirilir. Xatırladaq ki, Saray MTK-nın sakinləri 522 və 523 nömrəli avtobusların fəaliyyətindən narazılıqlarını, Sumqayıta getməkdə çətinlik çəkdiklərini bildirirdilər. 9 və 9A saylı avtobusları isə məhz Saray MTK-nın önündən keçir. Bununla da vətəndaşların nəqliyyat problemini həll etmiş sayılır. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.